300 basketbol. 300 basketbol yaranma tarixi başlayır 1950-ci ildə. Və bu oyun əvvəl adlanıb streetbol oyunu. Amma inkişafı bunun başlayıb, baxın, inkişaf başlayıb 1980-ci illərdən. İnkişafı başlayıb streetbol oyunu. Amma yaradılıb 1950-ci ildə ABŞ-da. 2012-ci ildə ilk dəfə dünya çempionatı təşkil olunub. Və dünya çempionatı harada təşkil olunub? Təşkil olunub, deməli, Yunanistanda. Və deməli, qadınlar arası ABŞ komandası qalib gəlib. ABŞ. Kişilər arası isə Çin komandası. Bu dünya çempionatıdır. Və 2014-cü ildə Avropa çempionatı təşkil olunub. Və Avropa çempionatında 16 komanda iştirak edir. 16 komanda kişi komandasıdır, 16 komanda qadın komandasıdır. Avropa çempionatında. Amma dünya çempionatında 2012-ci ildə 24 komanda kişi komandası iştirak edir, 24 komanda qadın komandası iştirak edir. 2014-cü ildə Avropa çempionatı ilk dəfə keçirilib, Rumuniyada keçirilir. Və 2014-cü ildə Rumuniyada keçirilən deməli Avropa çempionatında kişilər arası Rumuniya komandası qalib gəlib, qadınlar arası Rusiya komandası qalib gəlib. Bu Avropa çempionatıdır. Elə bir ki, Avropa və dünya çempionatı bir il keçirilir, sonra 2 ildən bir keçirilir, sonra 1 ildən bir keçirilir, 2 ildən bir keçirilir. Dəqiq demək olmur ki, o 1 il keçirilir, yoxsa 2 il keçirilir. Elə bir ki, 1 il, 2 il atır dünya çempionatı. İndi hal-hazırda dünya çempionatında iştirak edir, deməli, 20 komanda. 20 komanda. Deməli, 20 komanda kişilərdən iştirak edir, 20 komanda da qadınlarıdır. Deməli, yadda saxlayın. Dünya çempionatında iştirak edir 20 komanda. Kişilərin komandası, 20 komanda da qadınların komandası iştirak edirlər. Dünya çempionatında. Və ən çox da dünya çempionatında qalib gələn Serbiya komandası olub. Serbiya. Ən çox 6 dəfə Serbiya komandası qalib gəlib dünya çempionatında. Ən çox. Bunu yadda saxlayın. Və 2017-ci ildə qəbul edilib ki, Olimpiya proqramına daxil edilsin. Və Olimpiya proqramında növbəti keçirilib, elə bir ki, 2020-ci ildə keçirilməli idi. Pandemiya dövrünə görə o təxirə salınıb. Və 2020-ci ildə keçirilməyib. Keçirilib 2021-ci ildə. Və bu 2021-ci ildə də Olimpiya proqramına daxil edilib. Və iştirak ediblər 300 basketbolcuya. 2017-ci ildə qərar qəbul olunub ki, 2021-ci ildə Tokyoda keçirilən Olimpiya proqramına daxil edilsin. 300 basketbol daxil edilir. Azərbaycanda yaranma tarixi bunun başlayır 2015-ci ildə. Nicat Mirziyev adına bir tələbə olub, Neft Akademiyasının idman zalında bu oyunu təşkil edib. 2015-ci ildə. Və 2015-ci ildə də Avropa oyunların proqramında bu oyun olub. Və 2017-ci ildə, yadda saxlayın ki, 4-cü İslam Həmrəyliyi oyunlarında Azərbaycan yığma komandası qalib gəlib. Və 4-cü İslam Həmrəyliyi oyunları harada keçirilib? Keçirilib deməli Bakıda. Bakıda təşkil olunub. Və bu 4-cü İslam Həmrəyliyi oyunlarında da Azərbaycan yığma komandası qalib gəlib. Bu oldu tarix. 300 basketbolun tarixi. Keçək indi oyunun qaydalarına.
Deməli, oyunun meydança. Baxın, bu meydançadır. Üsüz basketbol meydançası. Meydança bir səbətdə oynanılır. Bir səbətdə. Və meydançanın, baxın, bu uzunluğudur. Bu isə bu enidir. Enidir. Eni 15 metrədir. 15 metrə. Uzunluğu isə 11 metrə. Yeganə idman növüdür ki, uzunluğu enindən balacadır. Uzunluğu enindən balacadır. Bunu yadda saxlayın. Xətlərə baxın. Ölçüsü ağ rəngdə 5 santidir. Yəni 5 santimetr. Və yanına 1 metrə yarım məsafə qoyulur. Boş məsafə. 1 metrə yarım. Boş məsafə qoyulur. Üst xəttdən, baxın, bu üst xəttdir. Bu üst xəttdən 2 metrə məsafə arada qoyulur. 2 metr. 2 metr arada məsafə qoyulur. Üst xəttdən. Amma bu xəttdən arxa tərəfdəki xəttdən məsafə 1 metrə yarım qoyulur. Daha doğrusu 1 metrə. 1 metrə yarım yox. 1 metrə. 1 metrə. Bu yarım qovs. Baxın, bu yarım qovs. Bu yarım qovsun radiusu, yadda saxlayın, 675 santimetrdir. 675 santimetr. Bu böyük bir yarım qovs. 675 santimetrdir. Yadda bunu mütləq saxlayın. Deməli, baxın, bu cərimə meydançasıdır. Meydançadır. Bunun cərimə meydançasının uzunluğu 5 metr 80 santidir. Amma eni isə 4 metrə 85 santimetrdir. Yəni 4 metrə 85. Və bu yarım qovs. Baxın, yarım qovs. Səbətin altında belə bir yarım qovs var. O nə üçün lazım? Onun üçün lazımdır ki, əgər hansısa bir itələmə baş verdisə, baxın, bu zonada itələmə baş verdisə, onda bu qayda pozuntusu sayılmır. Və bunun da radiusu 1 metrə 25 santimetrdir. 1,25. Səbətdir. Səbətin, baxın, hündürlüyü 3 metrə 5 santidir. Klasik basketbolda kimi. Lövhənin ölçüsü 100, 5-in 180-ədir. Lövhənin ölçüsü. Və lövhənin də içində belə bir düz bucaqlı var. Onun ölçüsü 59-un 45-ədir. 59 santimetrin 45 santimetrə ölçüsü. Basketbol topu. Basketbol topun çəkisi 580 620 qramdır. 620 qram. Və çevrəsi isə 715 730 millimetrdir. Bu elə bir ki, neçə nömrəli topdur? 6 nömrəli topdur. Kişilərdə klasik basketbolun kişilərin topusunun çəkisi kimidir. Topusunun çəkisidir. Növbəti. Baxın, bu tərəfdən elə bir ki, üzü səbətə tərəf yanında sol tərəfdə yerləşir hakim masası. Hakim masası. Deyək, sol tərəfdən yerləşir hakim masası. Hakim masası. Və hakim masasından da elə bir ki, sağ tərəfdə belə deyək, sağ və ya sol tərəfdə, sağ tərəfdə yerləşir əvəz edilmə stulları. 2 əvəz edilmə stulu olur. Biri burada olur, tutalım ki, biri də burada. Stullar olur ki, əvəz edicilər orada otururlar, burada otururlar. Deməli, oyun neçə dəqiqə oynanılır, neçə xala kimi oyun oynanılır, yadda saxlayın ki, bir dövr oynanılır, bir dövr. 10 dəqiqə. 10 dəqiqə. Bir dövr 10 dəqiqə oynanılır oyun. Bunu mütləq yadda saxlayın. Və neçə xala kimi? 21 xala kimi. 21 xala kimi. Bir dövr 10 dəqiqə oynanılır oyun. Bir dövr 10 dəqiqə.
Və bir komanda heyətində, əsas heyəti demirəm, komanda heyətində 4 oyunçu olur. O 4 oyunçunun 3-ü əsaslı, biri ehtiyatdır. 3-ü əsas, biri ehtiyat. Oyun necə başlanır? Birinci püşkatma olur. Püşkatma atıldı və püşkatmanın qalib gələn oyunu başlayacaq. Və tamam ki, püşkatma atıldı. Mən A komandası püşkatmanın qalib gəldi. Onda B komandası elə bir ki, top atılır. Necə atılır? Çeklə. Adlanır çek. Hakim oyunu başlayanda çeklə hakim başlayır oyunu. Çeklə. Çek adlanır. Çek. Tutalım ki, A komandası başlamalıdır və B komandası da burada durur. Hakim də top atır. Kimə? B komandasına, müdafiə olunan komandaya. Müdafiə olunan komanda da top atır A komandasına. Yerdən atır komanda A komandasına. Və A komandası başlayır oyunu. Bu adlanır çek. Çek. Yadda saxlayın ki. Birazdan videoda göstərəcəm ki, çek nə deməkdir. Və A komandası oyuna başlayır. Deməli, o hakim nə vaxt başlayır oyuna? Çeklə o vaxt başlayır oyunun əvvəlində və overtime'ın əvvəlində. Çeklə hakim başlayır. Hakim atır topu müdafiəçiyə və müdafiəçi də ötürür hücumçuya. Hücumçu deyəndə kim başlayırsa, top kimdə olursa o hücumçudur. Amma müdafiəçi də müdafiə olunandır. Və imkan verilmiş ki, top səbətə atılsın. Müdafiə olunan sayılır. Adlanır nə? Çek. Çek. Yadda saxlayın bunu. Növbəti. Baxın. 600 bu 675-in bir qovsusu. Bu 675-in xaricindən top səbətə atılan zamanı, baxın, top səbətə atılırsa, onda neçə xal verirlər? 2 xal yadda saxlayın. 675-in daxilindən, hətta xəttin üzərindən və daxilindən top səbətə atılsa, onda verirlər 1 xal. 1 xal. 1 xal. Deməli, 675-li qovsun xaricindən top atılsa, verirlər neçə xal? 2 xal. Daxilindən 1 xal. Hətta üzərindən də top səbətə atılsa, xəttin 675-li xəttin üzərinə atılsa, onda da neçə xal verirlər? Onda da 1 xal verirlər. 1 xal. 1 xal. Əvəz edilmə. Əvəz edilmə necə olur? Top biri var, ölü top. Bir də var, diri top adlanır. Ölü top nə deməkdir? Ölü top budur ki, vaxt dayandı. Hansısa bir qayda pozuldu. Tutalım ki, top çıxdı, out'a çıxdı. Nədir? Vaxt dayanıb, adlanır ölü top. Bu ölüdür. Amma diri top nə vaxt olur? Şu vaxt nə vaxt qoşulur? Hakimin fitindən sonra top olur diri. Və top ölü vaxt olanda, top oyunda olmayan vaxt olanda, onda əvəz edilmə edilir. Əvəz edilmənin də heç bir hakimin icazəsinə ehtiyac yoxdur. Əvəz edilmə elədir ki, gəlir oyunçu, çıxır, əlini verir digər oyunçuya və digər oyunçu daxil olur. Deməli, top ölü vəziyyətdə olanda əvəz edilmə olur. Və top hakimin icazəsi lazım deyil. Və oyunçu gəlir əlini verir digər oyunçuya, oyunçu daxil olur oyuna və başlayır oyun. Növbəti. Time-out nə vaxt verilir? Time-out o vaxt verilir yenə. Top ölü vəziyyətdə olanda time-out verilir. Bildirir, top diri nədir? Ölü olanda nə deməkdir top? Diri olanda dediyimiz kimi top əvəz edilmə olmaz. Əvəz etmək olmaz. Və yaxud da diri olanda time-out götürmək olmaz. Mütləq
top vaxt dayanmalıdır ki, bu time-out götürə biləsən. Hər hissədə, baxın, bir hissə oynanılır. Onsuz, birinci dövrdə bir time-out götürülür, 30 saniyə. Əgər sən birinci bu hissədəki, dövrdəki time-out'dan götürməmisənsə, onda əlavə hissədə overtime oynanılsa, onda da həmin bu time-out'u overtime'da götürmək mümkündür. Keçir overtime'a. Mümkündür. Və burada TV time-out olur. TV time-out nədir? Elə bir ki, TV üçün time-out, televiziya üçün time-out olur. O hansı vaxt olur? Yadda saxlayın ki, vaxt, tablodakı vaxt, nə vaxt göstərilir? 3:59-dan sonra top ölü vəziyyətdə olanda, 3:59-dan sonra, onda time-out götürmək olur, TV time-out. Bir də 6:59-dan sonra, vaxt 6 dəqiqə 59 saniyədən sonra top diri olmayanda, ölü vəziyyətdə olanda, vaxt dayananda TV time-out da verilir. Əlavə time-out verilir ki. TV time-out olmalı. Və TV time-out'un da işarəsi belə göstərilir və belə TV time-out götürülür. TV time-out. TV time-out. Bu adlandı bizə time-outlardır. Time-outların da müddəti 30 saniyədir. 30 saniyə time-outların müddətidir. Evet. Odur əvəz edilmə və time-outlar. İndi keçək pollara. Pol nədir? Pol qayda pozuntusu deməkdir. Yadda saxlayın ki. Hansı bir qayda pozuntusu baş verdisə, bu adlanır nə? Pol. Pol. Burada var hansı qayda pozuntuları? Texniki pol var. T. Texniki pol. Var qeyri-idman faulı. Faul. Qeyri-idman faulı. Bir də var kontaktlı faul. Kontaktlı olan zaman faul. Bu bloklama deməkdir. Hansısa bir düzgün qayda ilə elə bir şey qayda pozuntusudur. Adlanır kontaktlı faul. Kontaktlı faul. İkili faul var. İkili faul nədir? İkisi eyni anda qayda pozuntusu pozub oyunçular. İkili faul adlanır. İkili faul. Bir də var diskvalifikasiya faulu. Birbaşa uzaqlaşdırılma. Diskvalifikasiya faulu. Və texniki faul. Texniki faul nə vaxt ola bilər? O vaxt ola bilər ki, hakimə qulaq asmır və yaxud da oyunçuya qarşı nəzakətsizdir. Oyunçunun belə deyək də, hansı bir oyunçuya qarşı kontakt yoxdur ha. Kontakt yoxdursa, bu nədir? Texniki fauldur. Kontaktsız. Baxın, kontakt yoxdur. Baxın, bu kontaktsız hansı bir qayda pozuntusu pozur oyuncu. Kontakt yoxdur. Onda nə olur? Texniki faul. Adlanır texniki faul. Və bu texniki faulda dediyim kimi, hansı zaman olur, o vaxt olur ki, hakimə qulaq asmır, oyuncuya qarşı hansı bir hərəkətlər göstərdi. Belə adlanır texniki faul. Və texniki faulda bir texniki faul edilsə, onda gəlir oyunçuya cərimə atış atır. Cərimə atış atan zamanı, yadda saxlayın ki bunu, oyuncu bu xətti tapdalaya bilməz. Cərimə xəttini tapdalaya bilməz. Tapdalamaq olmaz. Və oyuncular cərimə atış atılan zamanı. Tutalım ki, A komandasından, burada A komandası atır. A komandasına bir nəfər burada durur. Bir nəfər burada durur. 3 oldu. Tutalım ki, B komandasında biri burada durur, biri burada durur, biri burada durur. 3 səfər. Və texniki faul atıldı. Texniki faulu kim atır? İstənilən oyuncu texniki faulu ata bilər. İstənilən oyuncu. Tutalım ki, mən qayda pozmuşamsa, rəqib komandadan kim istəsə texniki faulu ata bilər. İstənilən oyuncu. Texniki faul atışdan sonra, deməli, neçə cərimə atış atılır? Texniki faulda yadda saxlayın ki, bir cərimə atış atılır. Bir cərimə atışı texniki faul atılır. Və texniki faul atılandan sonra oyun başlanılır çəklə. Deməli, qayda pozuntusu baş verildi.
vaxt dayanır, hakim fiti verir və cərimə atılır və vaxt davam edir. Və başlanılır oyun çeklə. Çeklə. Çek bildikdə nədir? Çek budur ki, oyunun başlamasıdır. Müdafiəçi top ötürür hücumçuya. Bu qovsun arxasında. Qovsun arxasında. Ötürmə baş verir. Adlanır çek. Və bir cərimə atılır. Əgər ikinci cərimə atışda, ikinci də qayda pozulsa, yenə bir cərimə atılır. Deməli, iki qayda pozuntusu edildisə, basketbolda iki qayda pozuntusu edildisə, onda oyuncu oyundan kənarlaşdırılır. Amma üçüz basketbolda kənarlaşdırılmır, uzaqlaşdırılmır. Oyuncu oyunda qalır. Bu texniki foullarda komandanın foullarına yazılır. Komandanın foulu olur. U faula keçək. Qeyri-idman faulu. Qeyri-idman faulu budur ki, baxın, kontakt var. Gəlir əlinə, bilərəkdə əlinə vurur, qoluna vurur, çiyin vurur kontaktla. Deməli, bu nədir? Bilərəkdən qayda pozuntusu pozursa kontaktla, bu nədir? Qeyri-idman faulu. Və qeyri-idman faulunda, tutalım ki, bir qeyri-idman faulu edildisə, onda oyuncu gəlir, iki cərimə atışı atır. İki cərimə atışı atır. İki cərimə atışı. Və bu qeyri-idman faullarda hara yazılır? Komandanın faullarına yazılır. Komanda. İki faul verir, iki komandaya iki faul yazılır. İki qeyri-idman, iki faul yazılır. İki cərimə yazılır. İki qeyri-idman faulu, ikinci qeyri-idman faulu oyuncu etsə, onda yenə nə baş verir? Yenə texniki faulda uzaqlaşdırılmır da oyuncu. Amma qeyri-idman faulunda oyuncu ki, qeyri-idman faulu edildisə, oyuncu nə edir? Uzaqlaşdırılır. Diskvalifikasiya olunur. Diskvalifikasiya olunur. Və oyun yenə hardan başlanır? Çəklər. Qeyri-idman faul, yadda saxlayın ki, kimə qarşı qayda pozuntusu baş veribsə, baxın, tutalım ki, mən gəldim, Rəşad müəllimə belə çiyin vurdum. Deməli, Rəşad müəllimə qarşı mən qayda pozuntusu etmişəm. Onda Rəşad müəllim gəlir, iki cərimə atışı atır. Rəşad müəllim o cərimə atışını ata bilmirsə, onda onu əvəz edən oyuncu ata bilər. Əvəz edən oyuncu. Əvəz edən oyuncu da olmasa, onda komandadan hansı oyuncu olsun, o cərimə atışını ata bilər. Deməli, yadda saxlayın ki, texniki faulda istənilən oyuncu ata bilər və oyun çəklə başlanır. Qeyri-idman faulunda kimə qarşı qayda pozuntusu edilibsə, onda həmin oyuncu atır və yaxud da əvəz edən Rəşad müəllim tutalım ki, zədələnibsə, onda zədələnmiş oyuncu 15 saniyə müddətini dəyişdirilməlidir. Və həmin oyuncu da cərimə atışını gəlib atır. Rəşad müəllimi tutalım ki, kim əvəz edibsə, o oyuncu atır. Dediyimiz kimi, iki faul baş verirsə, oyuncu oyundan kənarlaşır. İndi atış zamanı, qeyri-idman faulunda atış zamanı, qeyri-idman faul edilibsə, atış zamanı. Tutalım ki, mən topu atıram 675-liyin, baxın, haricindən. Topu atıram səbətə, topu atdım səbətə atıram. Və Rəşad müəllim gəlir mənə, topu mən atan zamanı çiyin vurur, əlinə vurur. Top havadadır. Əgər top səbətdən keçsə, onda xal verirlər, 2 xal. Və Rəşad müəllim mənə qarşı qayda pozuntusu edibsə, onda neçə cərimə atışı edəcəm mən onda? Bir cərimə atışı. Bir cərimə atışı. Əgər mənim topum səbətə keçməsə səbətdən, onda Rəşad mən neçə cərimə atışı atacam? 2 cərimə atışı. 2 cərimə atışı. Əgər bu 675-in daxilindən mən topu atıram səbətə və Rəşad müəllim gəlir, yenə qayda pozuntusu mənə qarşıdır. Kontaktı. Top səbətdən keçsə, xal sayılır. 675-in daxilinə neçə xal verirlər? 1 xal verirlər. Deməli,
bir hal sayılır, bir cərimə atışı mən atıram. Çünki mənə qarşı qayda pozuntusu edilib. Bu qeyri-idman faulundadır. Atış zamanı. Yadda bunu saxlayın. Texniki faul da atış zamanı belə deyək də qayda pozuntusu olmur. Çünki o kontaktsız olur o səbəbə görə. Amma qeyri-idman faulunda kontaktlı olur. Mən top atıramsa bətə kimsə gəlir mənim əlimdən vurur, qolumdan vurur, təpiyi vurur mənə. Onda bu nə olur? Kontaktlı. Atış zamanı qayda pozuntusu sayılır. Bunu mütləq yadda saxlayın. İndi keçək komandanın pollarına. Komandanın pol limiti 6'dır. 6'dır. Baxın, mən texniki pol etdim yazılı komandaya. Rəşad müəllim qeyri-idman faul etdi, 2 pol yazıldı komandaya. Deyək tutalım ki, Rəvan müəllim texniki pol etdi yazılı komandaya. Cərimə atışatılır yeni komandaya yazılır. Beləliklə ümumilikdə neçə oldu? 3, 4, 5, 6. 6 qayda pozuntusu edildisə, onda 7-ci limit, komandanın limiti 6'dır. 6'dır. Və 7-ci faulda, 7-ci, 8-ci, 9-cu faullarda, qayda pozuntularında, onda gəlir oyunçular 2 cərimə atış atır. Və topun yayılması verilir rəqibə. Rəqib də oyunu çeklə başlayır. Çeklə başlayır. Sonra 10-cu faulda 10-cu faul edildi. 10-cu, 11-ci faul edildisə, onda top yenə nə olur? 2 cərimə atışı atılır. 2 cərimə atışı atılır və topun yayılması kimə verilir? Verilir deməli həmin o komandada qalır topun yayılması. Topun yayılması o komandada olur. Yayılma həmin o komanda. Deməli yadda saxlayın. 7-ci, 8-ci, 9-cu faullarda, komanda faullarında top səbətə atılır, 2 cərimə atışı atılır və topun da yayılması verilir rəqib komandaya. Amma 10-cu faulda isə top səbətə atılır, 2 cərimə atışı atılır və topun da yayılması verilir kimə? Rəqib komandaya. Bu oyunda mübahisəli top ola bilər. Mübahisəli top nədir? Tutalım ki, 2 oyuncu eyni anda topu tutub əlində saxlayır, nə o tərəfədir, nə bu tərəfədir. Və yaxud da top səbətə atılır və topla səbətin arasında, lövhə ilə səbətin arasında ilişib top qalır. Onda mübahisəli top olur. Mübahisəli top edilən zamanı müdafiə olunan komandaya verilir. Və müdafiə olunan komandada oyunu çeklə gəlir başlayır. Yenə bunu deyirəm, yadda saxlayın. Hansı hal olsun, top ölüb vaxtdan sonra oyun bərpası başlayır necə? Çeklə. Tutalım ki, oyunun hücum vaxtına verirlər 12 saniyə. Yadda saxlayın, oyunun hücum vaxtına verirlər 12 saniyə. Çek edildi, 12 saniyə ərzində top səbətə atılmalıdır. Hücum vaxtı. Və tutalım ki, 12 saniyə müddətində deyək 8-ci saniyədə atıldı top səbətə və top səbətdən keçmədi. Həmin komandaya qayıtdı top. Onda komanda yenə cəhd edib topu səbətə ata bilər. Həmin qovsun daxilində. Amma müdafiə olunan komanda topa yayıləndisə, mütləq yadda bunu saxlayın ki, qovsun arxasına keçməlidir və qovsun arxasına oyuna başlamalıdır. Qovsun daxilində müdafiə olunan komanda topa yayılənsə, oyun davam edirsə, onda top alınır, verilir rəqibə. Rəqib oyunu çeklə başlayır. Çünki olmaz. Müdafiə olunan komanda yadda saxlayın kimdir? Rəqib. Rəqib topa yayıləndisə, başlayır hardan? 675-in xaricindən hücuma keçir. Hücuma keçir. Və bu oyunda 5 saniyə qayda var. 5 saniyə. 5 saniyə nədir? 5 saniyə budur ki, topu əldə 5 saniyədə artıq tutub saxlamaq olmaz.
5 saniyə ərzində topu əldən çıxarmalısan. Və yaxud da topa gəliləndə o komanda qoysun daxilin arxası üstə səbətə qarşı və yaxud da yan üzrə topu səbətə qarşı 5 saniyədə artıq apara bilməz. Çevrilib getməlidir. 5 saniyə baxın buna aiddir. Və 3 saniyə var. 3 saniyədə baxın dalbadal 3 saniyədə artıq hücum edən komanda burada dayana bilməzlər. Girib çıxmalıdır. Girib çıxmalıdır. Və oyunu ümumilikdə neçə hakimi ilə ayrıdır? 5 hakim. 5 hakim. 1 və yaxud da 2 əsas hakim olur. 3 hakim də masa. O kimdir? Deməli, yadda saxlayın, katib, saniyə ölçən, bir də tablonu bu sıfırlayan hakim. Sıfırlayan hakim. Dediyimiz kimi, oyun neçə dəqiqə davam edir? 10 dəqiqə. Neçə xala kim deyər? Dedik. 21 xala kimi oynanır da bir dövr. Bəli, 21 xala kimi. Düzdür. Deyək, bu 21 xala kimi oynanılır. Vaxt 8-ci dəqiqədə hesab 21-18-dir. Onda nə olur? Oyun dayanır. Dayanır, müəllim, 2 xal fərqi ilə. Bəli. Yox, 2 xal. Vaxt tutalım ki, 8-ci dəqiqədə 21 xala kimi toplandısa, 2 xal, 3 xal, 4 xal fərqi orada yoxdur. Fərqi yoxdur. 8-ci dəqiqədən əvvəl xal toplanıbsa, onda oyun dayanır. Həmin komanda sayılır qalib. Qalib. Amma 10 dəqiqə deyək, bitir, hesab 17-14'dür. Onda yenə oyun davam edir, yoxsa bitir oyun. Bitir. Bitir. Çünki 10 dəqiqədə oldu, yenə bu komanda qalib gəlir. Hansı komanda qabaqdasa, o komanda qalib gəlir. Əgər hesab bərabərdirsə, deyək 10 dəqiqə müddətində hesab bərabərdirsə, onda overtime təyin edilir. Overtime'da 1 dəqiqə fasilə verilir. 1 dəqiqə fasilə verilir. Və 1 dəqiqədən sonra ilk 2 xalı qazanan komanda qalib elan olunur. İlk 2 xalı qazanan komanda qalib olur. İlk 2 xalı. Overtime'da deməli ilk 2 xalı qazanan komanda nə olur? Qalib. Bunu mütləq yadda saxlayın. Mütləq oyun başlayanda 3 oyunçu olmalıdır. Əgər oyunçu olmadısa, hamısı bəzi məlumatlar yazır ki, 5 dəqiqə gözləyirlər. Amma bu qaydalar kitabında 5 dəqiqə ilə bağlı heç bir məlumat mən tapa bilməmişəm. Bəzi məlumatlar yazır 5 dəqiqə gözlənilir. Amma belə yadda saxlayın ki, 3 oyunçu olmadısa, onda oyun bitir, W 0-dan qeyd olunur. W deməkdir ki, qalib. Qalib elan edilir həmin komanda. Əgər bilərəkdən gəlmirsə, onda turnirdən uzaqlaşdırılır. Bilərəkdən. Bilərəkdən. 2 dəfə bilərəkdən gəlmirsə, turnirdən diskvalifikasiya olunur. Oyun gedə-gedə bir oyuncu qaldısa, yadda saxlayın, oyun davam edir. Bir oyuncu ilə oyun davam edə bilər. Çünki niyə görə? O səbəbə görə ki, oyun çeklə başlanılır. Çeklə oynanılır. Ona görə bir oyuncu ilə də oyun davam edə bilər. Bir oyuncu da. Deyək bir oyuncu qalmadı, oyun bitir. 0 oyuncu. Oyuncu zədələndi və yoxdur oyuncu. Onda qalib gələn komanda hesabı saxlaya bilər və yaxud da belə deyək də, növbəti bir seçimdə edə bilər ki, qalib gələn kimi hesab edilir, amma ortalamada həmin 10 xalı hesab edilmir. Amma məğlub edilən komandasa 0 xal alır. 0 sayılır məğlub edilən komanda. Deməli, bir oyuncu qaldısa oyun davam edir, bir oyuncu olmadısa məğlubiyyətdir. Bunu belə yadda saxlayın avtomatik.
Bu bizdə oldu əsas ütüz basketbol. Başqa. Deməli, bunu da deyim sizə. Baxın, dedik ki, yer idman faulunda 675-in daxilindən top səbətə atılır, atış zamanı və foul baş verir. Qayda pozuntusu baş verir. Top səbətdən keçsə, dedik, bir xal sayılır, bir cərimə atışı. Yaxşı, mənə sizə belə bir sual verim. Görüm, kim tapacaq? 2 cərimə atışı burada nə vaxt veriləcək? Kim deyər? Bilirik. 6.75-dən kənarda. 6.71 xaricində müəllim atılanda. Yox, müəllim. 675-in daxilindən 2 cərimə atışı nə vaxt verilir? Qeyri-idman verilmirdi. Yəni Yox. nəsə bir problem yaradarsa da, yəni Ben top səbətdən keçməzsə, Yox. Kontakt olarsa, Müəllim, Məsələn, kontakt faul olarsa, kontakt olarsa, kimsə yəni toxunanda, kontakt müəllim, kimsə ona toxunanda, Yox. Yaxşı. Qulaqsın, deyim sizə. Dedik ki, komanda foul limiti 6-dır. Bu 6-ya kimi, bu 6-ya kimi 2 cərimə atışı atılır. 1 cərimə atışı daha doğrusu atılır. 6-cı fouldan sonra 7-ci, 8-ci, 9-cu qayda pozuntusunda isə 2 cərimə atışı atılır. 7-dən 6-dan sonra 2 cərimə atışı atılır. Amma 6-ya kimi 1 cərimə atışı, xal sayılır 1 cərimə atışı atılır. Bir daha izah edirəm. Dedik ki, qeyri-idman faulunda nə vaxt 2 cərimə atışı atılır. O vaxt atılır ki, komanda 7-ci, 8-ci, 9-cu faulda həmin oyunçu qayda pozuntusu etdisə, qeyri-idman faulu etdisə, gəldi əlinə vurdu, təpiyi vurdu, etdisə, onda atış zamanı top səbətdən keçsə, neçə cərimə atışı atılır? 1 cərimə atışı atılır. Amma 7-dən 8-ci faulda isə 2 cərimə atışı atılır. Onda da 2 cərimə atışı deyil, müəllim. 10-cu. Hada səni çalın. Mənim orada var idi, 10-cu fauldan sonra 2 cərimə 10-cu atışı faulda. atılırdı. 7-də eləmiş səni çalın. 6-dan sonra da, 6-cı fauldan Bəli, sonra 2 cərimə atışı atılır. Onda da deyəsən topu idarə verilirdi, onlara 10-cu faulda verilirdi. top idarə edilməsi də verilir. 10-cu faulda. Amma deyirəm ki, qeyri-idman faulunda səni çalın. Ki, 6-cı faul, bax, tutam ki, 6-cı faulda sən qeyri-idman faul etmirsən. Qeyri-idman faul. Atış zamanı sən qeyri-idman faul etmirsən və top səbətdən keçib. Onda sənin xalın sayılır, onda 1 cərimə atışı atılır. Amma top səbətdən keçməsə 2 cərimə atışı atılır. 2 cərimə atışı atılır. 7-ci faul, 8-ci faulda 2 cərimə atışı atılır. Amma 6-cı faula kimi 1 cərimə atışı atılır. Hətta 675-in xaricindən, baxın xaricindən top səbətə atılır. Baxın 6-cı faula kimi. Dedik ki, top səbətdən keçsə, bir idman faulu. Baxın 675-in xaricindən top səbətə atılır və qeyri-idman faulu baş verir. 6-cı faula kimi. Dedik 2 xal sayılır. Müəllim, olar bir söz deyim. Buyurun. Müəllim, 6-cı fola kimi, yəni biz qeyri-idman folunda da 2 cərimə atışı atılır da, yəni. Elə olmur? Bəli. Yox, müəllimə. Baxın, bir daha izah edirəm. 675-in baxın, daxilində qayda pozuntusu baş verir. Qeyri-idman faulu. Top səbətə atılır. Top səbəti, Bahar xanım, siz atırız topu səbətə, mən gəlib sizə əlinizdən vurdum. Düzdürmü? Sizin top əlinizdən çıx baxın. Top səbətdən keçsə, baxın, top səbətdən keçsə, onda bir faul sayılır, bir cərimə atışı gəlib atırsınız. Bir cərimə atışı. Amma top səbətdən keçməsə, onda yenə bir cərimə atışı, bir cərimə atışı. İçəridə olduğuna görə. İçəridə olduğuna görə, bunun daxildə olduğuna görə. Bəli. Bildim mənim. 675-in xaricindən isə necə olur? Topu sən səbətə atırsan və mən faul edirəm sənə qarşı. Atış zamanı. Top səbətdən keçsə, onda neçə xal verilir? 2 xal sayılır.
Bir cərimə. Amma top səbətdən keçməsə 2 cərimə atışı. Bir cərimə atışı. 2 cərimə atışı. Amma bu iki, bax, burada 675-in daxilindən nə vaxt olur 2 cərimə atışı? O vaxt olur ki, 7-ci fauldan, 7, 8, 9, 10 və s. 7-ci fauldan qayda pozuntusu baş veribsə, idman faulunda atış zamanı qayda pozuntusu baş veribsə, onda 2 cərimə atışı atılır. Hə, başa düşdüm mən, başa düşdüm. Onda 2 cərimə atışı atılır. Aydın oldu bu? Bəli, bəli. Tamam. Çok sağ ol. Bu aydını bulu hamıya. Bəli, mənim, bəli. Aydındır, aydındır. Aydın. Çok güzel. So, bu oldu bizdə 300 basketbolda deməli cərimə atışları, texniki fauldur, kontaktlı fauldur. Kontaktlı faul dediyimiz kimi. Mən bir sual verim. Buyurun, bəli. Bu komandanın limit faulu var ha, bu 6 limit. O texnik fauldur, kontakt fauldur. Onlar hamısı yazılır. Qeyri-idman faulu hamısı yazılır. Yoxsa qeyri-idman faulu. Baxın, qeyri-idman faulu 2 faul kimi yazılır komandaya. Texniki faul 1 faul. Texnik faul da o da yazılır komandaya. Bəli, o texnik faul da komandaya yazılır, bəli. Yəni bütün faullar komandanın limiti kimi komanda yazılır. Bəli. Hə, Komandanın faul sayılır. Mənim bir şey deyim də, ola bəlkə basketbolla qarışdırıram. Hansı ki, elə bir oyun bitəndən sonra komandanın üstündən silinir, amma o şəxsin üstündə qalır da, elə bir oyuncunun üstündə qalır. O basketboldaydı, yoxsa bundaydı? Yox, basketbolda olur. Bunda belə bir şey yox. Hə, bunda deyildi, onda basketbolda qarışdırıram mən, hə. Basketbolda siz deyirsiniz ki, orada bir nəfər, 2 nəfərdən az qalanda oyun necə bitir, onu deyirsiniz. Yox, mənim yox. Elə ki, bu follar ki yoxdur, komandanın üstünə də yazılır. Hə, komandanın fol yox. Komanda bəli, fol limiti deyirsən, 4-dür. Birinci hissə bitəndən sonra sıfırlanır. Hə, komanda da sıfırlanır, amma yəni oyuncunun üstündə qalır da, yəni onun. Bəli, bəli, bəli. Amma oyuncu 5 şəxsi fol etsə, oyundan kənarlaşdırılır. Hə, onu burada da var idi, o hə müəllim, yoxsa basketboldaydı? Burada yox. Hə, onda basketbolda. Burada yazır komandanın faulu. Texniki fauldur, yazır komanda. Bir də baxın bu 675-ni deyil, bu səbətin altında belə bir qops var. Bunun daxilində hansı bir qayda pozuntusu baş verir? Baxın, mən hücumçuyam, gəldim belə itələdim, toxundum oyunçuyla. Və topu mən səbətə ata bilərəm. Heç bir qayda pozuntusu deyil, faul sayılmır. Burada qayda pozuntusu edilən zamanı faul sayılmır. Bunu da yadda saxlayın. Yaxşı. Başqa nəsə sualınız var? Yox, hələ ki hamısı aydındır. Əhməd, axşamınız xeyir Ona olsun. bir də Sual verə bilərəm də. Buyurun, Rəqsan xanım, buyurun. Əhməd müəllim, siz orada dediniz, cərimə atışı zamanı atılandan sonra ceklə başlayır. O kənardakılar onda hücuma keçmir ki, məsələn, səbətdən qayıdan topu yiyələnirlər də, onda hücum başlayır. Səbətdən hücumçular yiyələnir. Amma müdafiə olunan komanda isə çeklə başlayır. Daha doğrusu müdafiə olan komanda 675-in xaricindən başlayır. Xaricinə çıxır. Bəli, xaricən. Siz elə bir çeklə deyil. Baxın müəllimə, dedik ki, müdafiə olunan komanda əgər, baxın bir də bunu deyim sizə, müdafiə olunan komanda bilərəkdən topu səbətə atırsa, baxın, onda bu hal sayılmır bilərəkdən atanda. Mütləq müdafiə olunan komanda çıxmalı, topa yiyələnirsə çıxmalı 675-in xaricindən çıxmalıdır, keçməlidir hücuma. Amma hücum edən komanda top atır səbətə və top səbətdən qayıdırsa, onda davam edir oyun. O mütləq deyir ki, 675-in xaricindən çıxsın. Bəli. Bir sual verim, time-outla bağlı. Bəli. Time-out müəllim bu məşqçi götürür, yoxsa oyunçuların hansı komandanın kaptanı? Deməli, burada məşqçi olmur. Məşqçi olmur, məşqçi tamaşaçı qismində otura bilir. Heç bir meydanda məşqçi olmur. Time-out'u kapitan yaxınlaşıb deyə bilər time-out'u. Və məşqçi olmur burada, bu oyunda. Bəli, top bir də ölü vəziyyəti olanda müəllim, time-out verilir. Top ölü vəziyyəti olanda. Bəli. İndi gəl bu çek, oyun necə başlanır çeklə, bunu sizə videoda nümayiş etdirin, bax. Bu adlanır
çeklə oyun necə başlanılır. Hakim birinci oyun başlayır çeklə. Baxın. One, physical play. They have to be physical, but not overly physical, obviously. Two, if I were them, I would attack Jimmer. Göylər müdafiə olunan komandadır. Sarılar hücumçular. Baxın, çek budur. Müdafiəçi atdı hücumçuya. Bir dəqiqə buna bu videoda baxaq. Baxın, bu oyun necə oynanır. Baxın, bu challenge. Video baxışındır. Hakim belə bir işarəni göstərir ki, video baxışa baxılsın. Bir də oyun bitəndən sonra, yadda saxlayın ki, oyun bitdi, oyuncular öz nəticələrinə razılaşmırlar ki, hakimin haqsızlığı var idi. Onda ABŞ dolları, 200 dollar verilir və 30 dəqiqə müddətində protokol yazılmamışdan 30 dəqiqə müddətində onlar ərizə yazırlar və onu verirlər. Əgər bu ərizə, belə deyək də, qəbul edilsə, onda bu 200 dollar qaytarılır. Amma haqsız olsalar oyuncular, onda bu pul qaytarılmır. Bu video challenge, video baxışındır. Belə bir hakim video baxışının belə bir işarəni göstərir. Sonra bu tweet timeout'dur. Yumruğunu tutur və fırlayır. O digər yumruğu fırlayır ki, tweetçinin timeout. Tweet timeout'un müddəti dediyimiz kimi 3 dəqiqədən 59 saniyədən sonra top ölü vaxt olandan sonra, ilk dəfə ölü vaxt olandan sonra, bir də 6 dəqiqədən sonra 59 saniyəsində sonra top ölü vəziyyəti olandan sonra tweet timeout götürülür. Tweetçinin timeout'un belə bir hakim işarəsi var. Və bu da 12 saniyədir. Hücum vaxtı 12 saniyəni bildirir. Hücum vaxtını. Bu videonu mən sizə göndərdim, baxarsınız. 16 dəqiqəlik videodur.